Salam, hörmətli izləyicilər. Bugün ölkəmizdə çox müzakirə olunan mövzudan danışacağıq. Azərbaycanda uşaq pulu məsələsi. Hal-hazırda Azərbaycanda universal uşaq pulu yoxdur. 2006-cı ildən bəri bu sistem dayandırılıb. Ancaq müəyyən kateqoriyalara aid ailələrə sosial müavinətlər verilir. Məsələn, hər doğulan uşağa bir dəfəlik 600 manat müavinət. Az təminatlı ailələrə, çox uşaqlı ailələrə və xüsusi hallarda aylıq ödənişlər. Son illərdə ölkədə doğum səviyyəsi azalıb. Dövlət Statistika Komitəsinin məlumatlarına görə 2025-ci ildə doğum sayı müstəqillik dövrünün ən aşağı səviyyəsində qeydə alınıb. Bu, cəmiyyətdə narahatlıq doğurur və demoqrafik siyasətə diqqəti artırır. İqtisadçı Eyyub Kərimli globalinfo.az saytına verdiyi müsahibədə qeyd edib ki, demoqrafik vəziyyətin sabitləşdirilməsi baxımından uşaq pulunun gələcəkdə tətbiqi mümkün görünür. Ancaq hansı uşaqlara, hansı məbləğdə və hansı qaydada veriləcəyi sosial siyasət və büdcə imkanlarından asılı olacaq. Bir çox ölkədə belə dəstək sistemləri var. Bəzilərində bütün uşaqlara, bəzilərində isə yalnız ikinci və ya üçüncü uşaqdan sonra əlavə yardım göstərilir. Hələ ki, 2026-cı il dövlət büdcəsində universal uşaq pulu üçün ayrıca vəsait nəzərdə tutulmayıb. Amma mövzu ekspertlər və ictimaiyyət arasında aktiv müzakirə olunur. Bu məsələ həm ailələrin, həm də ölkənin gələcəyi üçün vacibdir. Siz nə düşünürsünüz? Şərhlərdə yazın. Məlumatlar rəsmi mənbələrə və açıq müsahibələrə əsaslanır. Video yalnız məlumatlandırma məqsədi daşıyır. Abunə olmağı və zəng işarəsini basmağı unutmayın ki, yeni videolardan xəbərdar olasınız. Sağ olun, görüşənədək.